Neftçala rayonunda balıq festivalı keçirilir. Bu festival ilk dəfədir ki, ölkəmizdə baş tutacaq və ətraf rayonlardan, eyni zamanda Bakıdan da xeyli sayda qonaq var. Festivalla bağlı düşüncələrim əladır. Açığı bu qədər gözləmirdim. Həqiqətən çox sayda insan qatılıb bura. Hər şey düşünülüb. Yemək stendləri, balıq stendləri, əl işləri. Sonra peşə məktəbinin burada çoxlu əl işləri var. Buranın gənclərinə halal olsun həqiqətən. Yəni fikirlərim, düşüncələrim əladır bura haqda, festival haqda. Təəssüratlar əladır. İlk festivalda, ümumi Neftçalada heç belə festival olmamışdı. İlkidir. İnsanlar çox maraqla gəlirlər. Bizim burada stendimiz var. Öz təyyarlarımızı hazırlamışdıq. Onları təqdim etdik. Təşəkkür edirəm təşkilatçılara, özümə və Neftçala, əsasən Neftçalalılara təşəkkür edirəm ki, burada bizi tək qoymadılar. Mən çağırış etmişdim. Çox insan ona görə gəldi. Hamı var olsun. Siz də sağ olun, gəldiniz, bunu işıqlandırırsınız. Neşələrim çətirlidir, gül çiçəyim ətirlidir, ey vətən, ey vətən. Hər kəs xoş gəlib bizim doğma diyarımıza. Möhtəşəm tədbirdir. Belə tədbirlər tez-tez olsun. Biz də gələk, iştirak eləyək. Əladır. Xoş gəldiniz. Bu stenddə nə hazırlanır? Bizdə balıq ekmeğimiz var. Ondan sonra krevitkalı, balıqlı pizzalarımız var. Kutabımız var, dovğamız var, belə. Satılır mı yəni? İnsanlar gəlir, alır. Bəli, əhali çoxdur. Çox sağ olsun Neftçala cəmaatı, uzaqdan gələn insanlarımız çox gözəl. Bugün Neftçalanın həyatında olduqca əlamətlər bir gündür. Neftçala Balıq Festivalı sayəsində gələn qonaqlara balıqçılıq ənənəsini, mədəniyyətini, təbiətini daha geniş platformada təqdim etmək üçün xüsusi şərait yaradır. Biz burada iştirak etməkdən çox məmnunuq. Gördüyünüz kimi xeyli sayda minlərlə insan toplaşıb bura və hər bir insana ayrı-ayrılıqda müxtəlif növ balıq çeşidləri təqdim olunur və onlar eyni zamanda Neftçalanın mədəniyyəti ilə, balıqçılıq ənənəsi ilə daha yaxından tanış olurlar. Balıqçı olaraq burada öz stendimizi qurmuşuq. Balıqçı olaraq xarici ölkələrdə, Azərbaycanda keçirilən yarışlarda qazandığımız kubokları nümayiş edirik. Sonra ondan başqa balıqçılıqda istifadə olunan ləvazimatları burada təqdim edirik. İnsanlar da, Neftçalılar da, Neftçalanın qonaqları da görsünlər, bilsinlər ki, Azərbaycanda balıqçılıq necə inkişaf edir. Bu gözəl balıqlarımız demək 3 hissədən ibarətdir. Çəki balığıdır, belamurdur, bir də talos balığı, xanı balığı yəni. Bunlar suyunu göllərdə yetişdirir. Sırf təmiz kür balığı ilə böyüyür. Bunların yemlənməsi əsasən bığda və taxıl arpa və bığdadan qidalanır. Yəni bu 6 aya böyüyən məhsuldur. 300 qram, 400 qram, 500 qram atılır. 6 aya 2 kilo yarım, 3 kilo, 4 kilo əmələ gəlir. Hər şey gözəldir. Çox sağ olsunlar. Bütün təşkilatçılara minnətdarıq hamı. Çox sağ olun qızım. Çox sevindirici haldır ki, bizim icra hakimiyyəti bu təşkilat eləyib. İnsanlar sevinir, hamısı gözəl alverlərində. Çox gözəl, çox təəssüratlıdır. Siz də sağ olun qızım. Həmişə uğurlarınız bol olsun, həmişə xoş gəlirsiniz. Bizim rayonumuz qonaqpərvər rayondur. Bu gün Neftçalada birinci balıq festivalı keçirilir. Həqiqətən biz Neftçalalı kimi şəxsən mən özüm də fəxr ediləm. Yoldaşımla gəlmişik, belə çox gözəldir, ab-havada, hər cürə. Belə bir vətəndə yaşamaq da, işləmək də xoşdur.